Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində yerləşən Çonqar körpüsü ciddi zədələnib və hazırda hərəkət üçün tamamilə bağlanıb. Hücumlardan sonra işğalçı qüvvələr logistik marşrutlarını dəyişməyə və Krım üzərindən yeni təchizat yolları axtarmağa məcbur olublar. Lakin bu yollar da Ukrayna müdafiəçilərinin nəzarəti altındadır. Bu barədə Dmitri Kotyubaylonun adını daşıyan 1-ci ayrı hücum alayının komandiri Dmitri Filatov İctimai Televiziyanın studiyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Çonqar körpüsünün daşıyıcı konstruksiyaları üçün kritik əhəmiyyət daşıyan zədələr var. Hazırda nə yük maşınları, nə də minik avtomobilləri bu körpüdən istifadə edir. Körpünün tam bərpası üçün geniş miqyaslı təmir işləri tələb olunur. Filatovun sözlərinə görə Rusiya ordusu hazırda yaxınlıqda ponton körpülər qurur. Eyni zamanda logistikanı dəyişərək hərəkəti Armiyansk istiqamətinə yönəldib. Lakin Ukrayna hərbçiləri bu marşrutu da izləyirlər. Bugün həmin hərəkət tamamilə dayandırıldı. Biz daha bir əməliyyat həyata keçirdik. Nəticələri barədə sonra məlumat verəcəyik. Çonqar körpüsü zədələndikdən sonra düşmən hərbi təchizat daşıyan çoxlu sayda yük maşınını Armiyansk marşrutu ilə hərəkət etdirməyə başladı. Nəticədə zərbə zamanı yanacaq və sursat daşıyan yük maşınlarını vurmağa nail oldu. Təxminən 50 nəqliyyat vasitəsi var idi və onların bir hissəsi məhv edildi, deyə Filatov bildirib. O əlavə edib ki, bu əməliyyatlar Dmitri Kotyubaylo adına 1-ci ayrı hücum alayı ilə 475-ci hücum alayının birlikdə yaratdığı birgə komanda məntəqəsi sayəsində mümkün olub. Bu struktur çoxsahəli əməliyyatların epimərkəzi adlandırılır. Filatov bildirib ki, burada düşmən haqqında dərin araşdırmalar aparan kiberkəşfiyyat bölməsi fəaliyyət göstərir. Bu da Ukrayna silahlı qüvvələrinə daxili məlumatlar əldə etməyə və düzgün qərarlar qəbul etməyə imkan verir. Çonqar körpüsü ilə bağlı qərar ona görə verildi ki, düşmənin həmin marşrutla yanacaq daşıyacağı barədə məlumatımız var idi. Qərarın qəbul edilməsindən icrasına qədər cəmi 6 saat keçdi. Armiyansk körpüsü istiqamətində əməliyyatı isə əvvəlcədən planlaşdırmışdıq. Çünki bu marşrutun da istifadə olunacağını güman edirdik. Buna görə də daha hazırlıqlı hərəkət etdik, deyə hərbçi bildirib. Onun sözlərinə görə bu cür əməliyyatlar həm dərhal, həm də uzun müddətli nəticələr verir. Hazırda Rusiya öz bölmələrini lazımi səviyyədə təmin etməkdə çətinlik çəkir və gələcəkdə bu marşrutların bərpasına xeyli vəsait sərf etməli olacaq. Filatov vurğulayıb ki, cəbhə bölgəsindəki komandirlər indi daha çox təchizat məsələlərinə və onun təmin olunması yollarına diqqət yetirirlər. Digər bölmələr Mariupola və Berdyanska gedən yola zərbələri endirməsəydilər, bu əməliyyat mümkün olmazdı. Məhz buna görə Hulyapol istiqamətində yerləşən bölmələr Mariupol yolları ilə deyil, Krım üzərindən təmin olunmağa başladı. Yeni yük maşınları ponton vasitəsilə Krıma keçirilir. Sonra isə yenidən bu istiqamətə göndərilirdi. Biz bunu müəyyən etdik, marşrutları tez bir zamanda bağladıq və düşməni zəiflətməyə davam edirik, deyə komandir bildirib. Eyni zamanda hərbi ekspert Vladislav Seleznyov Çonqar körpüsünə endirilən zərbələrin nəticələri barədə danışıb. O xatırladıb ki, Ruslar 2023 və 2024-cü illərdə körpünün yaxınlığında ponton keçid inşa etmişdilər və bu keçid hərbi yüklərin daşınması üçün istifadə oluna bilər. Krıma şimal istiqamətindən ən azı 3 avtomobil yolu daxil olur. Biri Çonqar körpüsü vasitəsilə, ikincisi Kalançak keçid məntəqəsi üzərindən, üçüncüsü isə Çaplinka keçid məntəqəsi vasitəsilə düşmən bu 3 marşrutdan həm Xerson vilayətinin cənubunda, həm də Zaporojye vilayətinin cənubunda fəaliyyət göstərən qüvvələrinin təminatı üçün istifadə edə bilər. Buna görə də Çonqar körpüsünə endirilən zərbələrin düşmənin logistikasını tamamilə iflic etdiyini düşünmək hələ tezdir, deyə Seleznyov vurğulayıb.